Hər vaxtınız xeyir olsun. Təcili əlmiyanda satılan sənədli bir obyekt çəkib sizə təqdim edirik. Xırdalan şəhəri Heydər Parkının aşağısı Abşeron İşıq İdarəsinin arxa tərəfində yerləşir. Həyətin sahəsini çək göstər, geniş bir ətrafı var. Yəni istənilən belə deyim, yaşayış obyektinə yararlı bir obyektdir. Qeyd edim ki, obyektin üstü beton panellər döşənibdir. Üstü paneldir, betondur, yəni üstün ikinci mərtəbəni rahat formada qaldıra bilərsiniz. Torpağın bu obyektin sənədi var, suyu, qazı, işığı qaydasındadır. Qiymət çox əla bir qiymətdir. Qiyməti videonun sonunda qeyd edəcəm. Ümumi 150 kvadratdan ibarətdir. Daxil oluruq obyektimizə və necə təmirlidir. Bura əvvəl salon kimi istifadə olunub. Otaqlar da var burada. Yəni 4 dənə görürüz ayrı-ayrı qapıları var. Çıxışlar ayrıdır. Burada bir otaqdır. Kvadratına və qiymətinə görə çox yaxşı bir obyektdir. Həm də sənədi var, torpağın da iaşə obyekti kimi sənədi var, obyektində sənədi var. Bunun üstü panel olduğunu vurğuladım, yəni ikinci mərtəbəni rahat formada qaldıra bilərsiniz. Bu ikinci otaq. Burada mətbəxdir, sanuzeldir. Buradan belə boş salonu çək göstər bu formada. Burada müəyyən əşyalar, bəzi belə deyək, mebellər qalacaq. Burada sanuzeldir, tez oranı çək göstər. İçəridə mətbəxdir. Burada sanuzeldir. Burada masaj otağıdır. Burada müəyyən aparatların qalacağını dedim. Yəni mebellərdir, bəzi aparatlar da qalacaq. İstinə sistemi kombidir, kombi çəkilib. Su, qaz, işıq sayğacları var. Ora masaj otağıdır. Burada əlavə arxada belə deyək, əvvəl dərzi otağı kimi istifadə olunurdu. Yəni sıxla kimi də istifadə edə bilərsiniz, dərzi otağı kimi də istifadə edə bilərsiniz. 150 kvadratlı sənədli obyektdir. Satış qiyməti 155.000 manat. Real alıcı olandan sonra obyektə baxandan sonra qiymətlə razılaşma olunacaq. Əlavə sual olsa qeyd olan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Vaxt ayırıb bizə dinlədiyiniz üçün çox sağ olun.